sayğaclardan məlumat alırıq və bizə gələn məlumatlar vasitəsilə biz onu həm mobil app, həm Telegram bot, həm də ki WhatsApp bot vasitəsilə bizə gələn məlumatları məbləğ şəklində biz istifadəçilərə təqdim edirik. Ümumiyyətlə layihəmiz İddia TNT hakatonunda ikinci yerə layiq görünür və $1500 mükafat əldə etmişik. Bizdə layihə Greenguest-dir, adından da bəlli olduğu kimi yaşıl qonaqdır. Bizdə hər səfər bizim üçün bir addım, yarada bildiyimiz bir iz deməkdir. Layihə ümumilikdə Azərbaycanda kənd təsərrüfatını və turizmi, bu barədə olan iqtisadi fəallığın artırılması yönündə fəaliyyət göstərir. Hal-hazırda bu yöndə mobil platformamız var, hansı ki Play Market, App Store üzərindən girib rahatlıqla Greenguest yazaraq endirə bilərsiniz. Hal-hazırda platformamız 3 istiqamətdə fəaliyyət göstərir. Məsələn, siz bizim platformamız vasitəsilə kənddən ekoloji cəhətdən təbii və təzə kənd məhsullarını ala bilirsiniz. Dostum, tətbiq yaratmaq çox böyük maliyyə tələb eləmir? Biz bunu yaradanda sadəcə 5-6 nəfərdən ibarət kiçik bir komandaydıq. Amma zaman keçdi və artıq biz 17 nəfərdən ibarət bir komanda layihə ümumiyyətlə hər hansı bir qurumdan maliyyələşir? Zaman-zaman hakatonlarda, inkubasiyalarda və s. iştirak etdik. Hansı ki, buradan əldə etdiyimiz gəlirlər vasitəsilə texniki tərəfdən olan maddi ehtiyaclarımızı qarşıladıq. Amma qalan tamamilə öz motivasiyamızdan ərsəyə gələn bir layihədir.